Bismillahirrahmanirrahim. Hər vaxtınız xeyir olsun. Bugün Həzrəti xanım Xədicənin vəfat günüdür. İstəyərdim ki, bu günü həm mövzumuzla əlaqəli olaraq, həm də xanım Xədicənin İslamda ilk iman gətirən xanımın vəfat gününə həsr eləyək. Düşünürdüm ki, bugün sizinlə sınaqlarda şükür etmək haqqında danışaq, sınaqlardan necə çıxaq, çətinliklər zamanı biz özümüzü necə aparmalıyıq, sıxıntılar bizə üz verdikdə biz necə rəftar etməliyik sıxıntılarla. İnsan özünü həm nemətlərin əlində çox olan vaxtı tanımaq istəsə tanıya bilir, yaxud da insanın əlindən nemətlərin çıxdığı vaxt, ürək açmayan hadisələrin insana hücum etdiyi vaxt insan özünü tanıya bilir. Sıxıntılarda Allahdan razı qalmaq, sınaqlar zamanı insanın Allahdan razı qalması, hətta insanın Allahın sınaqlarına belə minnətdarlıq hissi ilə yanaşması insan həyatı üçün olduqca əhəmiyyətli bir mövzudur. İnsanın qəlbinin dəyişməsi üçün xüsusi bir önəm daşıyır. Elə bu səbəbdən Quran-ı Kərim buyurur ki, biz sizi aclıqla, mal qıtlığı ilə, can qorxusu ilə mütləq imtihan edəcəyik. Bu imtihan Allahın bizim qəsdimizdə dayanması deyil. Allah bizə çatdırmaq istəyir ki, bu yaşadığınız həyatda mütləq bu hadisələr baş verəcək. Bu hadisələrin baş verməsi deyil əsas, bu hadisələrdən necə çıxmaq önəmlidir. Bu hadisələrin qarşısında necə dayanıb durmaq önəmlidir. Əli əleyhissalam buyurur ki, mömin elə bir dağdır ki, heç bir fırtına onu yerindən qopara bilməz. Deməli, insanın imanının dəyəri sıxıntılar zamanında daha çox özünü göstərməyi bacarır. Və insan əgər qədir biləndirsə, sədaqətlidirsə, sıxıntılar zamanı da onu yaradan Allahdan üz döndərmir. Əksinə, həmin Allaha doğru qaçır. Yaşayışımızda görmüşük, insan körpə vaxtı, uşaq vaxtı müəyyən sıxıntılar baş verir onun üçün. Onun səhvləri ucbatından, onun dəcəlliyi ucbatından, valideyni ilə bağlı bir sıxıntı baş verir onun həyatında. Bəzən valideyn danlayır, bəzən valideyn döyür. Amma körpə uşağa baxdıqda, həmin o ağladığı vaxtda nə qədər ətrafda olanlar onu yaxına çağırsalar da, görürsən ki, uşaq həmin anda öz anasının qucağına qaçır. Yəni, bu ağlamağının səbəbi anasının danlağı idi, anasının təhdidi idi. Amma yenə də anasına tərəf qaçır. İnsan Allahla münasibətdə körpə uşağın anası ilə necə münasibət qurması kimi Allahla münasibətini qurmalıdır. İnsan Allahla münasibətini qurmaq istəyirsə, körpə uşaq öz anası ilə necə münasibət qurursa, insan da Allahla münasibəti elə qurmalıdır. İnsan yalnız Allahla olan münasibətində yaxşı günün bəndəsi olmamalıdır. İnsan həm də pis günün, çətin günün bəndəsi olmağı bacarmalıdır. Həyatımızda yaşadığımız bu sınaqlar bizim qəlbimizin güzgüsüdür sanki. Sınaqlar bizim Allahla olan münasibətimizi biz güzgü şəklində, bir güzgü misalında bizim üçün göstərməkdədir. Əslində biz sınaqlarda daha çox özümüzü görməyi bacarırıq. O səbəbdən də Allah sınaqlar vasitəsilə bizim özümüzü daha dərindən seyr etməyimiz üçün xüsusi bir şərait yaradır. Sınaqlarda şükür etmək. Bəzi insanlar var ki, onlar sınaqlarda şükür etməyi bacarmırlar. Yaxşı günün bəndəsidirlər, yaxşı günün müminidirlər. Əgər onlar üçün hər hansı bir sıxıntı həyata keçərsə, həmin sıxıntı zamanında dəyər verdiklərini tərk edib rahat-rahat getməyi bacarırlar. Peyğəmbər zamanına qayıtsaq, Peyğəmbər zamanında İslamın əvvəllərində ən çətin zamandır. Siz təsəvvür eləyin ki, insanların hamısı bütə istahiş edirlər, onlar Allahdan üz döndərmiş bir cəmiyyətdir. Həmin zamanda Peyğəmbər Allahdan danışır.
Bu zamanda bir qadın var, onun adı Xədicədir, selamullahi əleyha. O ən çətin zamanlarda başa düşür, anlayır ki, mən bu şəxsi qəbul etsəm, yəni Peyğəmbəri Allahın elçisi kimi qəbul etsəm, mənim üçün xüsusi sıxıntılar həyatımda baş qaldıracaq. Amma bununla yanaşı yazırlar ki, xanım Xədicə o sıxıntılar zamanı Peyğəmbərin peyğəmbərliyini qəbul etdi. Baxmayaraq nə qədər təhdidlər var idi, nə qədər xanım Xədicəyə qarşı addımlar atılırdı, Peyğəmbərin Allah tərəfindən göndərilməsini təsdiqlədi və ona iman gətirdi. Yazırlar, İslamda ilk Peyğəmbəri iman gətirən qadındır xanım Xədicə. Görün, nə qədər mühüm məsələdir. Və Peyğəmbər Məkkədə çətinliklər yaşayır. Peyğəmbər Məkkədə çətinliklər yaşayır. Peyğəmbər və ona iman gətirənləri Məkkədən qovurlar. Əbu Talibin, Peyğəmbərin əmisinin bir Məkkə yaxınlığında, Məkkənin bir neçə kilometrliyində bir bağı olur. Bunlar sığınırlar ora, Peyğəmbər və ətrafı. Xanım Xədicə də Peyğəmbərlə birgə həmin o Şeybə Əbu Talibdə yerləşirlər, qalırlar. O günlər çox sıxıntılı keçir. O günlər olduqca ağrılı və acılı keçir. Yazırlar ki, həmin yerdə, o yerin gecələri dəhşətli soyuq olurdu, şiddətli soyuq olurdu. Gündüzləri də çox isti olurdu. Və həmin zamanda müsəlmanların demək olar ki, qida ehtiyatları tükənirdi. Xanım Xədicə Peyğəmbərə iman gətirdikdən əlavə həmin vaxtda bütün mal dövlətini Peyğəmbərin yolunda xərcləyir. Hətta xanım Xədicə dünyayı evlad götürərkən, Həzrəti Zəhranı dünyaya götürərkən Məkkədə xanımlar deyirlər ki, biz xanım Xədicəyə kömək etməyəcəyik. O yetim uşağa, Peyğəmbər üçün deyirlər. O Əbdullahın yetiminə ərə getməsəydi, biz də ona kömək edərdik. O bizi tərk edib Əbdullahın yetiminə, yəni Peyğəmbəri seçdiyi üçün biz ona kömək etməyəcəyik. Həmin zamanlarda Peyğəmbərin yanında olur, bütün mal dövlətini Peyğəmbərin dini yolunda xərcləyir. Düşünmədən belə. Quran-ı Kərim danışanda xanım Xədicədən Peyğəmbərə müraciət edəndə belə müraciət edir. Buyurur ki, və vəcədəkə zallən fəhəda. Peyğəmbər, Allah səni yoxsulluqda tapdı və hidayət elədi. Yazırlar bu ayənin təfsirində ki, Peyğəmbər maddi durumu zəif olan bir şəxs idi, heç nəyi yox idi. Xanım Xədicənin mülkü ilə, xanım Xədicənin mal dövləti ilə Peyğəmbər öz dininə maddi dəstək verdi və dini dirçəltdi. Allah da bu işi bəyənir xanım Xədicədən və buyurur ki, Peyğəmbər, Allah səni yoxsulluqda tapdı və hidayət elədi. Yəni, sən kasıb idin, səni imkanlı elədi. Kimin vasitəsilə? Xanım Xədicənin vasitəsilə. O çətin günlərdə bir dəfə də olsun xanım Xədicə Peyğəmbərə narazı baxışla baxmır ki, yəni mən sənin həyat yoldaşın olmasaydım, bu çətinliklərə düçar olmazdım. Amma həmin zamanda Peyğəmbərin ətrafında müəyyən insanlar var idi ki, bir-birləri ilə söhbət edib danışırdılar. 2-3 nəfər yığışırlar, bir yerdə kənara çəkib danışırlar ki, əgər biz bu Peyğəmbərə iman gətirməsəydik, bizim başımıza bu çətinliklər gəlməyəcəkdi. Biz bu Peyğəmbərə iman gətirdik, indi bizim günümüzə bax, bizim çətinliklərimizə bax. Amma yazırlar ki, xanım Xədicənin həyat tərzində Peyğəmbərə nisbətdə zərrə qədər də olsa bu hadisə baş vermədi. Hətta ürəyindən belə keçmirdi. Əksinə çalışırdı, son nəfəsi ilə çalışırdı ki, Peyğəmbər üçün, Allah elçisi üçün nəsə eləsin ki, Allah elçisinə, Allah Peyğəmbərinə kömək etmiş olsun. Görün, çətinliklər zamanında necə bir üstün, ən gözəl rəftar ortaya qoydu. İmam Sadiq əleyhissalam buyurur ki, xanım Xədicə həm dünya xanımlarının arasında, həm axirət xanımlarının arasında ən üstün xanımlardan biri idi. Peyğəmbər xanım Xədicəyə baxırdı, Peyğəmbərin ürəyi aram olurdu.
Təsəvvür eləyin. Peyğəmbər xanım Xədicəni görüb qəlbi aram olurdu. Bir insan nə qədər çətinliklərə dözər, nə qədər çətinliklərin qarşısında bacarıqlı, gözəl rəftar ortaya qoyar ki, Allahın göndərdiyi ən üstün peyğəmbərinin qəlbini aram eləsin. Bütün peyğəmbərin həyat tərzinin çətinlikləri xanım Xədicəni görməklə peyğəmbərə aram eləyirdi. Xanım Xədicə həmişə peyğəmbərə təsəlli verirdi. Yazırlar ki, nə vaxt peyğəmbərin yadına düşdüsə, nə vaxt peyğəmbərin yadına düşürdüsə xanım Xədicə, peyğəmbər onun üçün ağlayırdı. Deməli, bu çətinlikdə, bu Şəbi Əbi Talibdə, bu çətinlikdə xanım Xədicə dünyasını dəyişir. Yazırlar, peyğəmbər elə qəm-qüssəyə düçar olur, elə qəm-qüssə hakim olur peyğəmbərin canına. Əslində peyğəmbər həyat yoldaşını itirmir, həm də Allaha gedən yolda ən gözəl dostunu itirir. Ona görə buyurur ki, xanım Xədicə çox sədaqətli idi. İnsanın sədaqəti nə vaxt bilinir, nə vaxt özünü bir özə verir. Həm yaxşı gün də səninlə birgə olsun, həm də çətin gün də səninlə birgə olsun. Bugün cəmiyyətin ən ciddi problemi bundan ibarətdir ki, çoxu yaxşı gündə dostlarla birgə olmağı bacarırlar, amma çətin gündə dostlarla birgə olmağı bacarmırlar. Fikir versəz, bugün dostların şikayət etdiyi əsas mövzulardan biri budur ki, yaxşı günümdə yanımdaydılar, amma çətin günümdə yanımda deyirlər. İnsanlar bugün belə olublar ki, gülən vaxtda bir insanın gülməyi bacaran vaxtda yanında olurlar, amma ağlayan vaxtda göz yaşlarını silməyi bacarmırlar. Dünyasını dəyişmişdi xanım Xədicə. Peyğəmbər qəm-qüssə içində idi. Təsəvvür edirsiniz. Həm insanların öz aralarında Peyğəmbərə olan etirazları, onların narazılıqları, çox çətin bir dövr yaşayırlar. Ac, susuz yaşayırlar həmin dövrdə. Çox çətin idi. Xanım Xədicə dünyasını dəyişir. Xanım Xədicə dünyasını dəyişməmişdən öncə Peyğəmbərə nə kimi bir hədiyyə verir? Xanım Xədicənin bir qızı olur. Hamımız tanıyırıq. Həzrəti Zəhra səlamullahi əleyha. Xanım Zəhra orada 6 yaşında ya 5 yaşında olur. Xanım Xədicə dünyasını dəyişdikdən sonra Peyğəmbər qəm-qüssə içində yaşadığı halda Həzrəti Zəhra gəlir, baxır Peyğəmbərin üzünə, buyurur ki, ata, ey Allahın Rəsulu, səninlə birgə olmaq istər yaxşı gündə olsun, istər çətin gündə olsun, Fatimə üçün ən gözəl gündür. Bu xanım Xədicənin Peyğəmbərə verdiyi bir töhfədir, Peyğəmbərə verdiyi bir hədiyyədir. Görün ürəyi necə pak olur, görün qəlbi necə pak olur ki, ən çirkin vaxtda, Peyğəmbərin tək olan vaxtında Peyğəmbər üçün həm özü xidmətçi olur, həm də Peyğəmbər üçün elə bir qız uşağı tərbiyə edir və dünyadan köçür ki, o da Peyğəmbərin qəlbini aram edir. Deyirlər, xanım Xədicəni Peyğəmbər o qədər istəyirdi ki, Peyğəmbər xanım Xədicə dünyasını dəyişdikdə öz əbasına bükür xanım Xədicəni dəfn edir. Yazırlar, Peyğəmbər nə vaxt xanım Xədicənin qəbri üzərinə gəlsəydi, ağlayardı, deyərdi ki, Xədicə mənim ən yaxşı dostum idi, ən yaxın dostum idi. Və Peyğəmbərə bu cür xidmət göstərdiyi üçün, Peyğəmbərə sədaqətli olduğu üçün, sadiq olduğu üçün Allah Quran-ı Kərimdə xanım Xədicəni Peyğəmbərə iman gətirən bütün möminlərin anası hesab edir. Çox maraqlıdır. Necə bütün möminlərin anası ola bilər xanım Xədicə? Deməli, mənəvi olaraq bütün möminlərin xanım Xədicəyə borcu var. Bütün möminlər imanlarında xanım Xədicəyə borcludular. Xanım Xədicə Peyğəmbərin yeganə xanımlarındandır ki, ən üstün, ən gözəl mövqeyi sərgiləyib Peyğəmbərin peyğəmbərliyi ilə bağlı. Peyğəmbər buyurur, mənim dinim Əlinin qılıncı və xanım Xədicənin mal-dövləti ilə, sərvəti ilə inkişaf elədi. Deməli, bütün möminlər həm müsəlman olmaqda, həm Həzrət Əliyə borcludular, həm də xanım Xədicəni xanım Xədicəyə borcludular. Hər kəs xanım Xədicəyə diqqətsizlik eləyərsə, istənilən müsəlman, istənilən yerdə yaşasa, istənilən məzhəbindən asılı olmayaraq kəlmə-i şəhadət deyirsə,
həmin kəlmə-i şəhadət deyən müsəlman xanım Xədicəyə borcludur. Niyə? Çünki bu İslam dini, Peyğəmbərin təqvası, imanı, Peyğəmbərin gətirdiyi ayələr Həzrət Əlinin qılıncı və xanım Xədicənin sərvəti ilə ucaldı. Deməli, xanım Xədicənin bizim hər birimizin boynumuzda haqqı var. Peyğəmbər əgər bu ümmətin atasıdırsa, xanım Xədicə bu ümmətin anasıdır. Biz həm Peyğəmbər olaraq Peyğəmbərə borcluyuq, həm ata olaraq Peyğəmbərə borcluyuq, həm də ana olaraq xanım Xədicəyə borcluyuq. Bugün xanım Xədicənin vəfat günüdür. Xanım Xədicənin vəfatı ilə bağlı Allahdan hər birinizə səbr diləyirəm və hər birinizdən dost kimi, bir qardaş kimi rica edirəm ki, bugün xanım Xədicənin adına 2 rükət hədiyyə namazı qılaraq onun ruhunu hədiyyə eləyib, xanım Xədicənin boynumuzda olan haqqı olduğu üçün təşəkkür ünvanında, minnətdarlıq ünvanında onun ruhuna 2 rükət namaz qılıb hədiyyə edək və Allahdan istəyək ki, ilahi cənnətdə yerləşdirdiyim bu böyük əzəmətli xanımın ruhunu biz evladlarından razı et ki, qiyamət günündə biz Peyğəmbərin və xanım Xədicənin yanında üzüqara olmayaq. Allahdan hər birinizə xanım Xədicənin şəfaətini arzulayıram. Allah xanım Xədicənin dualarını üzərimizdən əski eləməsin və bizləri xanım Xədicə kimi İslama, dinə, bu həqiqət yoluna xidmət eləyənlərdən qərar versin və axirətdə üzümüzü Peyğəmbər və Əhl-i Beytinin yanında üzü qara etməsin. Allah tutduğunuz orucları qəbul eləsin, etdiyiniz ibadətləri qəbul eləsin, bizləri də dualarınızda yaddan çıxarmayın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.